Davam edirik bir yorumlarımıza. Yüzümüze gələn həftə nələr gözləyir? Böyük xoşbəxtlik xəritə özüm atdı. Şir bürcünə baxırıq. Yüzümüzə gələn həftə Şir bürcünü nə gözləyir? Deməli, maliyyət durumunuza, pula, finans məsələlərinə diqqət etməlisiniz. Öz hədəflərinizə odaqlanın. Hər şey çox gözəl gəlir. Əlinizə pul gələcək, uğur gələcək. Hətta deyərdim, hədiyyə belə ala bilərsiniz. Və deyərdim ki, işləriniz irəli gedəcək, işdə uğur əldə edəcəksiniz. Çox vacib bir həftədir bu baxımdan. Və sizə kimlərsə məsləhətlər verir. Bu məsləhətlərə qulaq asmalısınız. Çünki bu məsləhətlər faydalı ola bilər və siz bu məsləhətlərdən nələrsə əldə edə bilərsiniz, qazana bilərsiniz. Riskli nəsə edirsiniz, risk et, şans qazan kimi deyək. Və sizi həyəcanlandıracaq bir hadisələr baş verəcək. Yəni deyərdim ki, Şir bürcləri üçün çox gözəl gəldi bu həftə. Və baxaq, həyatınızda olan sevdiyiniz biri sizin haqqınızda bu həftə nə düşünür? Bir kart çəkəcəm. Sizin haqqınızda, sizinlə bağlı narahatdır. Bəzi məsələlər var, aydınlaşdırmaq istəyir sizinlə bağlı. Hansı bir hadisə mi deyim, hansı bir məsələ mi deyim, bu onu çözmək istəyir, öyrənmək istəyir. Yəni, sizinlə bağlı öyrənmək istədikləri var, araşdırmaq istədikləri var. Sanki sizin ondan nəsə gizlətdiyinizi düşünür. Belə, bu qədər.